Məxrəci 12 olan düzgün kəsirlərdən neçəsi ixtisar olunmayandır? Məxrəci 12 olan düzgün kəsirlər 12-də 1-dən 12-də 11-ə qədərdir. Neçəsi ixtisar olunmayandır? Bunlar 12 ilə qarşılıqlı sadə olan ədədlər olmalıdır. 12-nin sadə vuruşlarını ayırsaq 12 bərabərdir. 2 vurulsun 2 vurulsun 3'dür. Yəni 2'nin kvadratı vurulsun 3 üstü 1. Ədədin özü ilə qarşılıqlı sadə olan ədədlərini tapmaq üçün 12 vurulsun 1 çıxılsın. Sadə vuruqların tərsini, bölənlərin tərsini daha doğrusu yazırıq. 1-dən çıxırıq. 1 çıxılsın 3'də 1. Bərabərdir. 12 vurulsun. 1-dən 2-də 1 çıxsaq 2-də 1. 1-dən 3-də 1 çıxsaq 3-də 2 qalar. Belə ki 2-ni 1-ə vurub 1-i çıxarıq. 3-ü 1-ə vurub 1-i çıxmaq olar. 2'lər ixtisar gedir. 12'ni də 3'ə ixtisar eləsək 4 qalar. Demək cəmi 4 dənə ixtisar olunmayan kəsir vardır. Bu kəsirləri şifahi şəkildə ədədimiz kiçik olduğu üçün, məxrəc kiçik olduğu üçün şifahi də tapa bilərsiniz. Belə ki 1 və 12'nin tərkibində 2 və 3 olduğu üçün 2 və 3'ə bölünən bütün ədədləri toplayırsınız. 1, 5, 7 və demək 8, 9, 10 bunların heç biri yaramır. Alınır bir də 11. Cəmi 4 dənəsi 12'də 1, 12'də 5, 12'də 7 və 12'də 11 kəsirləri ixtisar olunmayandır.